şərəfsizlər. Qarabağ, Azərbaycan. Laçın rayonunda 62 nəfərlik düşmən diversiya qrupunun zərərsizləşdirib əsir götürülməsində birbaşa iştirak edən kəşfiyyatçı Qazi Zeynalov Sənan Arifoğlu. O, Sabirabad rayonu Mürsəlli kəndində anadan olub. Uzun illər Muay Thai və kickboksing növləri üzrə peşəkar idmanla məşğul olmuş, diplom və medallarla təltif olunmuşdur. Vətən müharibəsində Füzuli, Cəbrayıl, Qubadlı rayonlarında gedən şiddətli döyüşlərdə iştirak etmişdir. Qubadlı rayonunda gedən döyüşlərdə mərmi partlayışı nəticəsində ağır kəllə-beyin travması almışdır. Dövlət başçısının sərəncamı ilə Füzuli, Cəbrayıl, Qubadlı, Vətən müharibəsi iştirakçısı və cəsur döyüşçü medalları ilə təltif olunmuşdur.